Salam uşaqlar. Bugün dərsliyimizin 91, 92 və 95, 96-cı səhifələrini yerinə yetirəcəyik. Gəlin suallarla tanış olaq. Birinci sualımız. Hansı şəklin adına çı, çi, çu, çü hissəciyi əlavə etmək olmaz? Qapı, qapıçı alınır. Çay, çayçı. Traktor, traktorçu. Amma qarpız, qarpızcı deyə bir şey yoxdur. Ona görə D bəndəni götürdük. Deyilişi və yazılışı fərqli olan sözlər hansılardır? Deyilişi və yazılışı fərqli olan sözlər. Nağıl yazırıq, nağıl da deyirik. Yəni bu deyil. Dəftər yazırıq, dəftər deyirik. Burada t-dı olur. Aha. İkini götürdük, bir olanları sildik. Burada da heç bir yoxdur. Avtomatik cavab B bəndində, amma təhlil edək. İnsan yazırıq, insan da deyirik, fərqli yoxdur. Dərman yazırıq, dərman da deyirik. Nöqsanda q yazırıq, k deyirik. Nöqsan. Kirişdirək, k səsini verir. Nöqsan. Uşaqda isə q yazırıq, x deyirik. Uşaq. Burada cevap B bəndi 2, 5, 6. Hansı söz yanlış yazılmıştır? Hansı söz yanlış yazılmıştır? Səyahət, təbiət, tərbiyə, valideyn. Təbiət deyirik, amma yazılışda y yoxdur. Təbiət. B bəndi. Üçüncü sualda cavabımız B bəndidir. Dördüncü sual. Hansı sözdə q samiti k kimi oxunur? Baxın, k üstündələşdirik, k deməkdir uşaqlar. Maraq, üfüq, bıçaq, qəzet. Qəzetdə q olduğu kimi qalır. Bıçaq yazırıq, bıçaq deyirik, x olur. Deməli, yerdə qaldı maraqla üfüq sözləri və bizdən k səsini istəyir. K səsi üfüqdədir. Üfüq yazırıq, üfüq deyirik. Yalnız qalın saatlərdən ibarət olan söz hansıdır? Qalın saatlər hansıdır? A, I, O, U. Deməli, incədə I ilə Ə incədir, alimdə I incədir, B-də E, Ə incədir, D, A qalın, I qalın. 6-cı sual. Hansı bənddə yaxın mənalı sözlər verilir? Yaxın mənalı sözlərə nə deyirik? Sinonim. Yazılışı və deyilişi fərqli, mənaları eyni və ya yaxın olan sözlərə sinonimlər deyilir. Sinonimlər eyni nitq hissəsinə aid olur və eyni suala cavab verir. Dünya, aləm, kainat. Düzgün cavabımız da uşaqlar A bəndindədir. Dünya, aləm, kainat. Yaxın mənalıdır. Top, ürək, nəhəng. Qətiyyən burada yaxın mənalıq yoxdur. Ürəklə qəlb yaxın mənalıdır, amma böyrək yox. Yaşla nəm yaxın mənalıdır, amma quru əks mənadır. Ona görə elə düzgün cavab A bəndi. 7-ci sual. Hansı bənddə əlamət bildirən söz var? Əlamət bildirən söz sifətdir. Əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsinə sifət deyilir. Sifət necə, nə cür, hansı suallarına cavab verir? Pəncərənin şüşəsi, kitabın cildi, ağacın budağı, yaşıl yarpaq. Pəncərə isim, şüşə isim, kitab isim, cild isim, ağac isim, budaq isim, yaşıl sifətdir, yarpaq isim və burada əlamət bildirən söz yaşıldır. Yaşıl yarpaq. Necə yarpaq? Yaşıl yarpaq. 8-ci sualımız. Sözlərdən biri yalnız cümlənin əvvəlində böyük hərflə yazılır. Deməli, bu ümumi və xüsusi isimlərə aid olan sözlərdir. Uşaqlar, xüsusi isimlər cümlənin əvvəlində də, ortasında da, sonunda da böyüklə yazılır. Deməli, bu xüsusi isim deyil. Ümumi isim isə yalnız cümlənin əvvəlində böyüklə yazılır. Niyə? Çünki cümlə böyük hərflə başlayır. Xalidə adam adı da həmişə böyüklə yazılır. Kazım adam adı da həmişə böyüklə yazılır. Əsəd adam adı da həmişə böyüklə yazılır. Yəni, əvvəldə də, ortada da, sonda da. Amma müəllim ümumi isimdir və yalnız cümlənin əvvəlində böyüklə yazıla bilər. Cümlənin ortasında və sonunda gələrsə, kiçik hərflə yazılır. 9-cu sual.
Hansı cümlədə altından xətt çəkilmiş söz gözlə görünməyən varlığın adını bildirir? Gözlə görünməyən, yəni mücərrəd istəyir bizdən. Mücərrəd isim istəyir bizdən. Deməli, varlıqlar gözlə görünməsinə görə, görünüb görməməsinə görə iki cür olur. Konkret isimlər, mücərrəd isimlər. Konkret isimləri hamımız gözlə görürük. Nə rəngdədir, nə formadadır, nə ölçüdədir, hamısını bilirik. Amma mücərrəd isimlər bizim zehnimizin və qəlbimizə aid olan hisslərdir. Yəni, içimizdə keçirdiyimiz hisslərə aid olan sözlərdir. Dərənin kənarında oturdu. Dərə görürük. Bu gözlə görünür. Deməli, burada konkretdir. İçimi qorxu bürüdü. Bax, görürsünüz, içimizdə olan hiss həyəcandır. Bu mücərrəddir. Çünki qorxunu biz hiss edirik, amma görmürük. İsti süddən bir qurtum içdim. Südü gözdən görürük. Konkretdir. Balaca qız hədiyyəni görüb sevindi. Hədiyyəni görmüşük ki, sevinmişik də. Deməli, bu da konkretdir. Gözlə görünməyən mücərrəd B bəndindədir. 10-cu sual. Verilmiş nümunə mətnin hansı hissəsinə aiddir? Deməli, mətn neçə hissədən ibarət olur? 3 hissədən: giriş, əsas və nəticə. Nəticəyə sonluq da deyirik. Artıq səbirli olmağı və qarşısındakını düşünməyi öyrəndi. Bundan sonra həyat onun üçün daha asan olacaqdır. Burada bu cümlədə nə var? Nəticə var. Yəni, bu kimdənsə danışılır, bilinmir. Amma çox düşünüb, bəlkə həyatında elə anlar olub ki, artıq buradan bir dərs alıb. Və dərs alıb ki, artıq səbirli olacaq və qarşısındakı düşünməyi bacaracaq. Qarşısındakı insanı düşünməyi bacaracaq. Uşaqlar, bu nəticədir. Nəticə də harada olur? Sonluq hissədə. Və yaxud da ki, nəticə hissəsində. Növbəti Azərbaycan dilinin 1-ci sualı. Uyğunlaşdıran durğu işarələri buraxılmışdır. Nida cümləsi, əmr cümləsini tapmalıyıq. Nida cümləsi nədir? His, həyəcan, sevinç, kədər, məyusluq bunları bildirir. Əmr cümləsi nədir? Göstəriş bildirir. Yəni, get bunu elə. Əsmər, mənə qələm ver. Əmr cümləsidir. Nömrələrinə görə yazacağım qabağımda. Bəh, bugün nə gözəl gündür. Burada nida işlənib. Nida işlənibsə avtomatik nida cümləsidir. Və sonunda nida işarəsi qoyulur. Onu evə kimi ötür. Göstəriş verir. Ay aman, çox qorxdum. Bu da nidadır. İndi 1-ə uyğun olanlar B ilə D oldu. 2-yə uyğun olanlar A ilə C. B ilə D buradadır. B ilə D 1-dədir. A ilə C 2-dədir. O da A bəndindədir. 2-ci sual. Hansı cümlədə səhv yazılmış söz işlənmişdir? Səhv yazılmış söz istəyir bizdən. Komandir əskərin cəsarlığına sevinirdi. Samovar çayının dadı bir başqa ləzzətli olur. Pomidor mülayim və isti iqlim tərəvəzidir. Poçtalyon bütün məktubları paylayıb bitirdi. Uşaqlar, səhv yazılmış söz A-dadır. Çünki komandir yazırıq. Komandir deyə bilərik, amma komandir yazırıq. Samovar doğrudur, pomidor doğrudur, poçtalyon da doğrudur. Hansı cümlədə icraçı yoxdur? İcraçı, yəni işi görən yoxdur. Aydın yarışdan qızıl medalla qayıtdı. Burada icraçı var. Aydındır icraçı. Bir arı çəmənlikdə çiçəyə qonub şirə çəkirdi. Burada da icraçı var. Arıdır. Dünən yarışda 8-cilər qalib gəldilər. Kimlər qalib gəldi? Kim? 8-cilər. Və burada da var. Dərsdən sonra futbol oynadıq. Kim oynadıq? Kimdən oynadıq? Biz kimi? Ümumiyyətlə burada icraçı yoxdur. Ona görə də D bəndini götürdük. Deməli, birincidə icraçı var idi, ikincidə icraçı var idi, üçüncüdə icraçı var idi, amma dördüncüdə icraçı yoxdur. Dördüncü sualımız. Hansı şəklin adındakı bütün saytlar incədir? Radio. Orada A ilə O var. Gəlin sözləri yazaq da. Radio. Burada qalın var. Hamısı incə deyil. Bizdən bütün saytlar incə istəyir. Mişar. İncə də var, qalın da var. Ayaq. Qabı. Burada hamısı qalındır. İncə ümumiyyətlə yoxdur.
Gəmi. Ə incə, i incə, D bəndini götürdük. 5-ci sualımız. Aşağıdakı cümlənin əmr forması hansı bənddə verilmişdir? Uşaqlar tapşırıqlarını yazmışdılar. Uşaqlar tapşırıqlarını yazdılar. Nəqli cümlədir. Bizə məlumat verir. Uşaqlar tapşırıqlarınızı yazdınız. Bu sual cümləsidir. Bizdən amma əmr istəyir. Göstəriş. Uşaqlar tapşırıqlarınızı yazın. Bax, əmr cümləsi budur. Ura! Uşaqlar tapşırıqlarını yazdılar. Burada nida var. Ona görə bu da nida cümləsidir. Bizdən əmr istəyirdi. C bəndini götürdük. Sabahki sözünü hansı cümləyə əlavə etmək olar? Sabahki sözünü. Müəllim hamıya kitab payladı. Paylayıb bitibsə, deməli sabah olacaqsa, bu gələcək zamana aiddir. Keçmiş indiki zaman yox. Müəllim hekayə kitabını payladı. Payladı, bitirdi. Bu keçmiş zamandır. Xeyli adam dayanmışdı. Bu da keçmiş zamandadır. Adil dərsə gecikirdi. Bu gələcək zaman deyil, gecikirdi. Yarışa mən də qoşulmuşam. Aha, hansı olacaq? Deməli, sabahki A deyil, B deyil. Adil dərsi gecikirdi. Adil sabahki dərsi gecikirdi. Sabahki dərsi gecikirdi olmaz axı. Əgər sabah olacaqsa necə gecikə bilər? Bugünkü dərsi gecikirdi ola bilər. Yarışa mən də qoşulmuşam. Sabahki yarışa mən də qoşulmuşam sözünü artıra bilərik. Hansı cümlədə gələcək zamanda olan hərəkət bildirən söz işlənmişdir? Gələcək zaman şəkilçiləri. Acaq, əcək, ar, ər və qrammatik şəkilçidir. Lalə gözəl rəqs edir. Hal-hazırda edir. Lalə məndən yaxşı rəqs etdi. Etdi. Keçmiş zamandır. Lalədən daha yaxşı rəqs edəcəyəm. Lalənin bu rəqsini çox bəyəndim. Deməli, edəcəyəm. Lalədən daha yaxşı rəqs edəcəyəm. Bunu gələcək zamanda edəcəyəm və gələcək zaman da C bəndindədir. 8-ci sual. Hansı cümlədə ölçü bildirən söz işlənmişdir? Bağçadakı qırmızı gülü dərdim. Burada ölçü deyil, əlamətdir. O dairəvi saatı divara asdı. Dairəvi formadır. Maşın ensiz yoldan çətinliklə keçirdi. Maşın ensiz yoldan çətinliklə keçirdi. Bax, bu ölçüdür. Ensiz. Uzunsov yemişin dadı bal kimi şirin olur. Uzunsov forma bildirir. Deməli, rəng bildirdi. Forma, ölçü, forma. Bizdən də ölçünü istəyirdi. 8-də C bəndini götürdük. Evlərimizdəki sözündən çoxluq bildirən hissəcik çıxarılarsa, sözün yeni forması necə olar? Evlərimizdəki, deyək ki, yəni bu buradan ləri silsək, nə olacaq? Evimizdəki. O da hansı bəndədir uşaqlar? Evimizdəki. C bəndində. Hansı bənddəki hər iki sözdə inci saitlərin ahəngi gözlənilmişdir? İnci saitlərin ahəngi. Yəni bu söz ahəng qanuna tabedir və sözdəki bütün saitlər incədir. Minarədə A var. Müəllif olur. Məktubda da U var. Pilot, burada O var. Təbiət hamısı incədir. Düşərgə hamısı incədir. Doğmada qalın, qalın, qalın. Bizdən nə istirdi? İncə və düzgün cavab da B bəndindədir. Keçək riyaziyyatımıza. Məktəbimizin binası 3 mərtəbəlidir. 3 mərtəbə. 1, 2, 3. Hər mərtəbədə 6 sinif. Hər mərtəbədə 6 sinif. Hər sinifdə 3 pəncərə var. Hər sinifdə 3 pəncərə var. Məktəbimizdə cəmi neçə pəncərə var? Deməli, bir sinifdə 3-dürsə, 6 sinifdə olur 18. Onda burada da olacaq 18. Burada da olacaq 18.
İndi hamısını tapmaq üçün bunları toplayırıq. 3 dənə 8, 24, 2 yadda, 3 dənə 1, 3, 2 də yadda 5. Cavab A bəndi. 5/9 vurma əməlinə uyğun irəliyə sayma hansı cavabda verilmişdir? 5 dənə 9. 5 dənə 9. Gəlin özümüz sayaq. 9. 5 dənə olmalıdır. 1, 2, 3, 4, 5. 9. Üstünə 9. 18. 18'in üstünə 9. 27. 27'nin üstünə 9. 36. 36'nın üstünə 9. 45. İndi bu saydığımız hansı bəndədir uşaqlar? A bəndində. Üçüncü sual. Müqayisəni, deməli 28 çıx A böyükdür 20 çıx 9'dan. Müqayisəsini ödəyən ən böyük ədədlə 2'nin 2 qatının fərqi hansı modeldə doğru göstərilmişdir? Deməli uşaqlar, əvvəlcə gəlin xırda gedək. Bunların üstlərində yarım dairə çəkirik. Həmişəki kimi. 20'dən 9 çıxanda nə qalır? 20'dən 9 çıxanda qalır 11. Deməli, sol tərəf sağ tərəfdən böyükdürsə, onda burada neçə olmalıdır? 12. İndi 28'dən neçə çıxsaq 12 qalar. Tapmaq üçün 28'dən 12'ni çıxırıq. 28 çıx 12. 6, 1. Deməli, A nəyə bərabərdir? A bərabərdir 16. Bunu tapdıq. Ödəyən ən böyük ədəd 16'dır. 2'nin 2 qatı. 2'nin 2 qatı neçə eləyir? 4. İndi deyir ki, 16 ilə 4'ün fərqi hansı modeldə verilmişdir? 16'dan 4 çıxanda nə qalır? 12. Hansı modeldə verilib? 12. B'də. Baxın, bu 1, bu da 2. Bizdə də cavab eləyir 12. Dördüncü sualımız. Restoranda 8 stol və hər stolda 10 stul var. Deməli 8 dənə stol. 1, 2, 3, 4, 5, 6, 7, 8. Hər stolda 10 stul var. 10, 10, 10, 10, bu da 10, bu da 10, bu da 10. İndi neçə dənə 10 olur? 8 dənə 10. 8 dənə 10 neçə eləyir? 80. Deməli, restoranda 80 dənə stul var. Yəni oturacaq var. Restorana 38 nəfər yemək yeməyə gəldi. Neçə stul boş qaldı? Deməli, 80 stulumuz var idi. Bunun 38'ində artıq əyləşiblər. Neçəsi qalıb? 80'dən 30 çıxırıq. 50, 50'dən də 8, 42. Deməli, 42'si hələ boşdur. 5-ci sualımız. 4 kilogram armud 32 manatdırsa, 4 kilogram armud 32 manatdırsa, 5 kilogram armud neçə manatdır? Deməli, uşaqlar, 1, 2, 3, 4'ü 32'dirsə, birini tapmaq üçün nə edirik? 32'ni bölürük 4'ə. Neçə eləyir? 8. Deməli, 1 kilogram armud eləyir 8 manat. 1 kilogram indi armud 8 manatdırsa, 5 kilogramı tapmaq üçün nə edirik? 8'i vururuq 5'ə. O da eləyir 40 manat. On 7'nin 2 qatı ilə 17'nin 2 qatı 34. 13'ün 2 qatının 13'ün 2 qatı 26. 17'nin 2 qatı ilə 13'ün 2 qatının cəmi. 34'ün üstünə 26 gəlirik. 34'ün üstünə 26 gələndə nə edir? 60. 20'nin 2 qatıdır. 20'nin 2 qatı 40 edir. 15'in 2 qatıdır. 30. 18'in 2 qatı 36. 30'un 2 qatı 60. İndi 60, 60. Hansı bənddədir? B bəndində. 7-ci sual. Yazılmış fikirlərdən hansı doğrudur? Həm onluq, həm təklik mərtəbəsi 5 olan ədədi 7 vahid azaltsaq 23'ün 2 qatı edər. İndi uşaqlar, bunu bir misallarla yazmalıyıq. Həm onluq, həm təklik mərtəbəsi 5 olan ədəd neçə eləyir? 55. 55'dən 7'ni çıxaq.
eləyir 48. 23-ün 2 qatı neçə eləyir? 46. Uyğunluq var? Yoxdur. 2 ardıcıl ədədin fərqi 2-dir. Xeyr. 2 ardıcıl ədəd götürək. İstənilən. Deyək ki, 33 ilə 32. 33-dən 32-ni çıxanda neçə qalır? 1. Yadda saxlayın. 2 ardıcıl ədədin fərqi həmişə 1-dir. B-də getdi. 59 ədədinin onluq mərtəbə vahidinin qiyməti 50-dir. Onluq mərtəbəmiz neçədir uşaqlar burada? 5. Mərtəbə vahidinin qiymətini istəyirsə, onu 10-a vurmalıyıq. O deyir 50. Deməli, düzgün elə budur. 3 təklik 5 onluq. 3 təklik 5 onluq neçə eləyir? 53. İbarət olan ədəd 35-dir. Xeyr, yanlış. 3 təklik eləyir 3, 5 onluq eləyir 50. O da eləyir 53. Düzgün cavab C bədədir. 8-ci sual. Otağın uzunluğu 10 metrdir. Eni isə bundan 2 dəfə azdır. Bu otaq. Uzunluğu 10-dursa, onda burada olur 10. Çünki qarşı tərəflər bir-birinə bərabərdir. Eni isə bundan 2 dəfə deyir, dəfə azdır. Onda bölü 2. Onu 2-yə bölürük, eləyir 5. Otağın tərəflərinin cəmi nə qədərdir? Yəni bunların hamısını nə edirik? Toplayırıq. 10, 10, 20, bu da 10, 30. 9-cu sual. 7 vur 5. Neçə eləyir? 35. Deməli, ulduz oldu 35. 35 üstə gəl 4, 39. Olarsa, ulduz və dama simvolları ədəd oxu üzərində göstərin. Balacaladaq, o birisini də görək. 35 ilə 39. Deməli, 30, 31, 32, 33, 34. Bu 34-ə düşdü. 40 ilə 50 arasında heç ola bilməz. 31, 32, 33, 34, 35. Bəli. 36, 37, 38, 39. Bəli. Elə düzgün cavab C bəndindədir. Emin gündə 8 səhifə kitab oxuyur. O 4 kitab oxuyarsa, 4 gün daha doğrusu kitab oxuyarsa, demək gündə 8 səhifə oxuyur və 4 gün oxuyur. 1, 2, 3, 4. Hər gündə 8 səhifə oxuyur. İndi 4 günə nə qədər eləyir? 4 dənə 8, 32. 56 səhifəlik kitabı bitirmək üçün neçə səhifə daha oxumalıdır? Deməli, kitabımız 56 səhifədir. Biz də oxumuşuq 32-sini. 56-dan 32-ni çıxırıq. 6-dan 2, 4, 5-dən 3, 2. Verilənlərdən hansılar bir-birinə bərabərdir? Deməli, 1 metr bərabərdir 100 santimetrə. 1 kilometr bərabərdir 1000 metrə. 100 millimetr bərabərdir 10 santimetrə və ya 1 desimetrə. Elə 100 santimetrdə bərabərdir 1 metrə. İndi hansılar bir-birinə bərabərdir? 3 ilə 4. O da var D bəndində. Modeldə verilmiş ədədlərin nəticəsi hansı bənddə doğru göstərilmişdir? 2, 4, 24, o da 12. 24-ün üstünə 12 gəldiyini eləyir uşaqlar. 36. 6-nı da 6-ya vuranda eləyir 36. Elə doğrusu A bəndində verilib. İstəyirsiniz bir dənəsini yoxlayaq. Bax, burada 2-dir, burada 4-dür, 24. Burada 2-dir, burada 1-dir, 21. 24-dən 21-i çıxanda nə qalır? 3. Amma 9-u 2-yə vuranda 18 edir. Yəni, başa düşdüyü nə istəyirdi bizdən? Sağ tərəf, sol tərəfə bərabər olmalıdır. 3-cü sual. Yeşikdə 60 kiloqram banan var idi. Satıcı əvvəlcə bananın yarısını satdı. Sonra isə 20 kiloqramını satdı. Nə qədər qaldı? Nə qədər satılmamış qaldı? 60-ın yarısı. 60-ın yarısı neçədir uşaqlar? 30. Deməli, 30-unu satdı, 30-u qaldı. Bu 30-dan da sonra 20-sini satdı. Nə qədəri qaldı? Tapmaq üçün 30-dan 20-ni çıxırıq. O da eləyir neçə? 10 kiloqram. 4-cü sualımız. Onluq mərtəbəsi 5, təklik mərtəbəsi 2-dən böyük olan neçə 2 rəqəmli ədəd var? Deməli,
birincisini isxam olaraq yazaq. Onluq mərtəbəsi 5. Təklik mərtəbəsi 2-dən böyük olan 52-dən, yəni böyük. 52-dən böyük nə olacaq? 53, 54, 55, 56, 57, 58 və 59. İndi neçədən oldu uşaqlar? 1, 2, 3, 4, 5, 6, 7. O da var B bəndində. Elşən 8 yaşındadır. Atası Elşəndən 34 yaş böyükdür. 34 yaş böyükdürsə üstə gəlməliyik. 5 ildən sonra Elşənlə atasının yaşlarının cəmi. 5 ildən sonra. Gəlin birinci indiki yaşlarını sayaq. İndi Elşənin 8 yaşı var. Atası Elşəndən 34 yaş böyükdür. 34-ün üstünə 8 gəndə nə edir? 42. Deməli, atanın indi 42 yaşı var. Hal-hazırda. İndi gəlin 5 ildən sonraya gedək. 5 ildən sonra hər ikisi 5 yaşı artacaq. Çünki zaman hamımız üçün eyni gedir. 8-in üstünə 5 gəlirik. 13. 42-in üstünə 5 gəlirik. 47. Deyir, indi bunların yaşlarının cəmi neçə olacaq? 3 ilə 7, 10. 1 yadda, 1 ilə 4, 5, 1 də yadda 6. Yaşlarının cəmi 60 olacaq. 6, 7, 8-ci suallar qrafik əsasındadır. Amma əvvəlcə həmişə birinci qrafiki həll edirik uşaqlar. Süd 25, çay 35, qəhvə 45, şirə 30, ayran. Deməli uşaqlar, ayran əgər bunu simmetrik olaraq gəlsək 30 ilə 35 arasındadır. 30-dan böyük, 35-dən kiçikdir. Yəni ya 32-dir ya da 33. Amma dəqiq verilməyib. İndi gəlin suallara cavab verək. Ən çox və ən az sevilən içki hansıdır? Ən çox qəhvədir. Ən çox qəhvədir. Ən azdakı 25 hansı idi? Süd. Qəhvə və süd. C bəndini götürdük. Qəhvə sevənlərlə, yəni 45 nəfərlə. Çay sevənlərin cəmi. Çay neçə nəfər idi? 35. Çay sevənlərin cəmi. Yəni 45 ilə 35-in cəmi. 40 ilə 30, 70. 2 dənə də 5, 10. 70, o da 10, eləyir 80. Qəhvə sevənlər 45. Meyvə şirəsi sevən. Demək, qəhvə sevənlər meyvə şirəsi sevənlərdən. Meyvə şirəsi nə qədər idi? Meyvə şirəsi 30. Aha. Yazaq bunun üstünə. Meyvə şirəsi 30. 45, 30-dan nə qədər çoxdur tapmaq üçün 45-dən 30-u çıxırıq. O da eləyir 15. 8-də B bəndi. 9-cu sual. Şəkillə bağlı hansı ifadə doğru deyil? 22, 34, 45, 51, 60. 22 olub 34. Nə qədər artıb? 12. 34 olub 45. Nə qədər artıb? 11. 34-ün üstünə 11 eləyir 45. Bəli. 45 olub 51. Nə qədər artıb? 6. 51 olub 60. Nə qədər artıb? 9. Deməli 12 uyğun gəlir. 11 uyğun gəlir, amma 6 orada da nəsə körlüyür. Yaxşı, bizdən doğru olmayanı istəyir. Deməli, 3-ü doğru, biri yanlışdır. Soldan 4-cü ədədlə. Soldan 1, 2, 3, 4, 51. Sağdan, bax, bura soldur. Soldan buradan sayırsınız. Sağ da buradadır, buradan sayırsınız. Soldan saydım 1, 2, 3, 4. Sağdan ikinci ədəd. 1, 2, 51. 51-dən 51 çıxanda nə qalır? 0. Amma burada nə deyir? Deyir 17-yə bərabərdir. Elə yanlışı da budur. Soldan 4-cü ədəd 51, sağdan 2-ci ədəd 51. Bunlar da çıxanda nə qalır? 0. Soldan 1-ci və 2-ci ədədlərin cəmi, yəni 22 ilə 34-ün cəmi. 22 ilə 34-ün cəmi eləyir 56. 7 vur 8 hasilinə bərabərdir. 7 vur 8, 56. Bərabərdir. Bu doğrudur.
Sağdan 3-cü ədəd. Sağdan sayırıq. 1, 2, 3, 45. 45. 5 vur 9 hasilinə bərabərdir. 5-i 9-a vuranda 45. Bu da doğrudur. Sağdan birinci ədədlə 3-cü ədədin fərqi. Sağdan 60 ilə 45-in fərqi. 60 ilə 45-in fərqi o da edir 15. Bu da doğrudur. Elə bizdən səhvi istəyirdi uşaqlar. O da A bəndindədir. 10-cu sualımız. Fermada inəklər və qoyunlar var. Yəni bir inək var, bir də qoyun. Qoyunların sayı inəklərin sayından 8 ədəd çoxdur. Həmçinin inəklərin sayı qoyunların sayının yarısına bərabərdir. Və deyək ki, bu inəkdir, bu da qoyundur. İnəklərin sayı qoyunların sayının yarısına bərabərdir. Yarısına bərabərdir. Yəni bu neçədirsə, bu da onun 2 qatıdır. Və bu bundan da 8 dənə çoxdur. 8 dənə çoxumuz var. İnəklərin sayı fermada neçə heyvan var? İndi 3 eyni ədəd olur. Və cavablara baxanda hansı ədədlər, hansı verilmiş bənddəki ədədlər 3-ə bölünür? Ona diqqət yetirik. Burada artıq 8-imizdə yazaq. 17 3-ə bölünmür, 19 3-ə bölünmür, 25 3-ə bölünmür. Bunu götürürük. 24-ü 3-ə bölürük. Neçə eləyir? 8. Və hər birinin içində 8 yazırıq. Avtomatik burada da 8 var. Çünki deyirdi ki, 8 dənə çoxdur. İndi inək olur 8, qoyun olur 16. Baxın, qoyun inəkdən həqiqətən də 8 dənə çoxdur və 8 də 16-nın yarısıdır. Yəni deməli düzgün cavab uşaqlar burada 24-dür.